Bugün biz 2023-cü ildə olan məzunların imtahanına baxacağıq. Buraxılış birinci sualdan başlayırıq. Diaqonal kökdə 8-ə bərabər olan kvadratın tərəfini tapın. Tərəf 1, 2, tərəfin kökdə 2 vurulmuş halı diaqonaldır. Yəni tərəf A-dırsa, diaqonal A kökdə 2-dir. A kökdə 2 bərabərdir 8 kökdə 8-ə. Burada hər tərəf kvadratı yüksəldəndə A kvadrat vur 2 bərabərdir 8-ə, A kvadrat bərabər 4-ə, A da bərabər olur 2-yə. Kvadratın tərəfi 2 imiş. İfadənin qiymətini hesablayın. Burada LG-nin üstünə 5-i çıxardanda LG 5 üstə 4 üstə gəl LG 16. Bu da LG-lərin vurulması deməkdir. 5 üstə 4-ü 16, yəni 2 üstə 4-ə vuracam. Bu da eləcək LG 10 üstündə 4. Burada 4-ü qabağa keçirəndə 4 LG 10, LG 11 deməkdir. Cavab eləyəcək 4B variantı. Bərabərsizliyi həll eləyin deyir. Əlbəttə ki, vurub açmalıyıq. 5x çıxılsın 10 üstə gəlsin 15. Böyükdür 2x minus 2-dən. Bu da eləyəcək 5x üstə gəlsin 5 böyükdür 2x minus 2-dən. X-ləri bir tərəfə keçəndə 5x minus 2x böyükdür mənfi 2 üstə çıx 5-dən. 3x böyükdür mənfi 7-dən. X də böyükdür mənfi 2,3-də 1-dən. Mənfi 2,3-də 1-dən x böyüksə 2,3-də 1 müsbət sonsuzluq olacaq. İfadənin qiymətini hesablayın deyir. Bölmənin xassəsi nə idi? Birinci qalıb, ikinci tərsinə çevrilirdi. Bu da eləcək x-lar ixtisar gedəndə nx-da m formasında. Cavab A variantı. Müstəvi 4 cm məsafədə olan nöqtədə müstəvi mayıl çəkilmişdir. Yəni bir də bizim müstəvimiz var. Bu 7 cm nöqtədən mayıl çəkilmişdir. Və deyir ki, mailin müstəvi üzərində proyeksiyası da 7-dir. Onda mailin müstəvinə ərəmə gətirdiyi bucaq neçə olacaq? Təbii ki, 45 dərəcə olacaq. P 5-də 5, 5 faktordur. 4-də 4, 4 faktordur. 5 faktor 120-dir, 4 faktor 24-dür. Çıxanda qalacaq 96 C variantı. Kompleks ədədin modulunu tapan zaman kökətdə kvadratları cəmini tapırıq. Bu da eləyəcək bizə kök altında 1, 0, 0, yəni 1-in özünü verəcək. 48 ədədinin 8-də 7 hissəsi 48-i 8-də 7-yə vuracam. Bu da eləyəcək 42 A variantı. Avtomobil birinci saatda 60 km, hər sonraki saat əvvəlkindən 2 km çox yol gedərsə, 60 km-ə x gedir. Hər əvvəlkindən 8 km çox yol gedəndə ümumilikdə 480 km məsafəni nə vaxta qət edər? Deməli, növbəti 60 plus 8 olacaq. Sonra 68 üstə gəl 8, sonra 72 üstə gəl 8. Belə-belə gedəcək. Nə qədər sonra? Bu cəmi 60, 68, 72 və 80. Bunların cəmləyəndə uşaqlar elə zaten 480-in özünü verir. Ona görə cavab olacaq 4 saat sonra. Amma yenə tapmaq üçün biz 4 saatı tapmaq istəyiriksə, deyirik ki, A1 bərabərdir 60-a, D-si bərabərdir 8-ə, SN də bərabər 480-ə. Və sam SN düsturunu yazıb işləyəcəyik. Bütün tillərin cəmi 24 olan düzgün tetratetin. Tetratetin neçə tərəfi var uşaqlar? Tetratet bilirik ki, düzgün üçbucağın yaratdığı fiqurdur. Yəni bu formada olur və 4 üzü var. Ona görə 24-ü böləcəm 4-ə. Bizdən tilinin uzunluğunu istəyir. Üzr istəyirmək 6 tili var. 1, 2, 3, 4, 5, 6. 6-ya böləcəm, cavab 4 olacaq. 260 uzunluğunda boru 2-yə bölündü. Birinci hissə 24%. Birinci olsun A. A-nın 24%-dir. İkinci hissənin, yəni B-nin 54%-nə bərabərdir. Burada yüzlər gedəndə 24 A bərabərdir 54 B-yə. Hər tərəfi də şeyə bölərəm, 6-ya bölərəm. Burada qalacaq 6 ya da 12-yə bölərəm. Burada qalacaq 2A. 54-ü 12-yə böləndə qalacaq 4 dəfə 12 ya da 6-ya bölərəm. 4A bərabərdir 9B olacaq. Deməli, A olsun 4K, B də olsun 9K. Daha doğrusu B olsun 4K, A olsun 9K. Cəmi də 260-dır. 13K bərabərdir 260-a, K da bərabərdir 20-yə. Böyük hissəni istəyirsə 9K-nı istəyir. 9 vur 20 eləyəcək 180 D variantı.
Kosinus vur tangensistir. Kosinus alfa vurulsun. Tangens sinus bölünsün. Kosinus deməkdir. Burada kosinuslar ixtisar gedəndə qalacaq sinus alfa D variantı. Gecə 13 nömrəli suala funksiyanın qrafikinə aid olan nöqtəni istəyirsə, yəni o yerinə qoyduqda cavabı ödənməsi lazımdır. Burada baxsaq, hansı nöqtə ödəyir? Gəlin C-ni qoyaq. 3 vur 2-nin kvadratı çıx 5. Cavab 7 olmalıdır. Baxaq, 3-ü vuracam 14-ə, çıxacam 5-i. 12 çıx 5 eləyir 7. Bəli, cavab C variantıdır. Yəni bu x-in yerinə, bu da y-in yerinə qoyanda şərti ödəməlidir. Tənliyin köklər cəmini istəyir bizdən. Gəlin bunu işləyək. Burada baxın, y kvadrat çıxır 3y. Bu qabağa mənfi verəndə olur y kvadratı çıxır 3y. Ortaq məxrəc y kvadrat çıx 3y götürəndə olur y kvadrat üstə gəl 2 çıx 8y plus 10 bərabərdir 0-a. İfadənin 0 olması üçün sürət 0 olmalıdır. Yəni y kvadratı çıx 8y üstə gəl 12 0 olmalıdır. Bu da hansıdır? 6 ilə 2-dir də, cəmi 8 hasilə 12 olan. Aşağıda da baxın, y kvadratı minus 3y 0 olmamalıdır. Yəni y 0 ola bilməz və 3 ola bilməz. Cavablar şərti ödəmir. Köklərin cəmini istəyir. Köklərin cəmi 8 olacaq. O x oxu kəsiyi kvadrat olan silindrin oturacağın sahəsi 4π'dir. Oturacağı nədir? Baxın, ox kəsiyi kvadrattırsa silindrin oturacağı nə formasında çevrənin sahəsi πr kvadrat. Πr kvadrat bərabərdirsə 4π'yə. R kvadratı bərabər olacaq o zaman 4-ə, R də bərabər olacaq 2-yə. Silindrin ox kəsiyin sayısı. Deməli, bura 2-dirsə, bura 4 olur. Bura 4 onda, burada 4 olur. Ox kəsiyi kvadratı, kvadratın sayısı 4-ün kvadratı, yəni 16 olacaq. Burada loqaritmalarda nə edəcəm? Baxın, yazıram loqaritma 2 əsasdan x üstə gəl 1 bərabərdir. 5-i yazıram. Loqaritma 2 əsasdan 25 kimi, pardon, 2 əsasdan 32 kimi. Bu 2 üstü 5'i verəcək bizə. Çıxılsın loqaritma 2 əsasdan 3x minus 1. Loqaritmaların çıxması bölmək deməkdir. Yəni, loqaritma 2 əsasdan x plus 1 bərabərdir. Loqaritma 2 əsasdan 5 bölünsün 3x plus 1-ə. Burada loqaritma 2 əsaslar gedəndə yeridə qalır nə? X plus 1 bərabərdir 3x plus 1-də 5'ə çarpaz vuranda x plus 1 vurulsun 3x plus 1 bərabərdir 5 olur. Vurub açanda 3x kvadratı üstə gəlinsin x üstə gəl 3x plus 1 bərabərdir 5'ə. Bu da eləyir 3x kvadrat üstə gəl 4x minus 4 bərabərdir 0-a. Bizdən nə istəyir? Tənliyi həll edin deyir. Diskriminantdan köklərini tapsam, diskriminant bərabərdir 16 çıxız üstə gəlinsin 3 vur 4 vur 4. Bu da eləyəcək 40 neçə eləyir bu? 3'ü vuracam 4'ə, 12 vuracam 4'ə 48. 48'in üstünə də gələcəm 16-nı olacaq 64. 8 üstə gəlsin çıxılsın 4, mənfi 4 bölünsün 6. Mənfi 12 bölü 6. 1 kökü mənfi 2 eləyir. Bir də 2 bölü 6 1 kökdə 3'də 1 eləyir. Burada indi nəyə baxacağıq? Burada baxırıq ki, uşaqlar 3x minus 1 0-dan böyük olmalıdır. 3x böyük olmalıdır. 1-dən x də böyük olmalıdır. 3-də 1-dən. Yəni 3'də 1 ola bilər içəri. Çünki 0 olarmı? İçəri 0 olsa 2 üstündə içəri 0 olmur. 0-dan böyük olmalıdır. Yəni 3'də 1 olamaz. Bir də x plus 1 böyük olmalıdır 0-dan. X böyükdür mənfi 1-dən. Mənfi 1-dən də böyüklər götürməliyəm. Hələ biz burada hesablama səhv eləmişik. Bura mənfidir uşaqlar. Gözləyin. Bu hissəni bir dənə də yazın. Plus yazmışıq. İndi gördüm. Yazdıq ki, x üstə gəl 1 bərabərdir 5 bölünsün 3x minus 1-ə. Çarpaz vuranda x plus 1 vur 3x minus 1 bərabərdir 5'ə. 3x kvadratı çıx x üstə gəl 3x minus 1 bərabərdir 5'ə. 3x kvadratı üstə gəl 2x minus 6 bərabərdir 0'a. Bu da diskriminant bərabərdir 4 üstə gəlinsin 3 vur 4 vur 6. 3 vurulsun 4 vurulsun 6 72 eləyir. 4'ün üstünə də 72 gəldi 76 eləyir. Bizdən nə istəyir? Tənliyi həll eləyin deyir. 5 32. Ay biz görün nəyi səhv eləyirik. Axı orada 32 yazmışdım. Niyə 5'ə bölürük? 32'yə bölməliyik.
Yəni buranı nə yazdıq? Loqaritma 2 əsasdan 32. Burada yazacağım x plus 1 bərabərdir 32 bölünsün 3x minus 1'ə. X plus 1 vurulsun 3x minus 1 bərabərdir 32'yə. 3x kvadratı çıx x üstə gəlir 3x minus 1 çıx 32 bərabər 0'a. Bu deyilir 3x kvadratı üstə gəlir 2x minus 33 bərabər 0'a. Diskriminant bərabərdir. Yarıya bölməklə gedirəm. 2'nin yarısı 1. 1'in kvadratı çıx üstə gəlsin 3 vur 33. Bu deyiləcək 110 üstə gəlsin çıxılsın mənfi 1 bölünsün 3. Bilir mənfi 11 bölü 3. Bir də eləyir müsbət 9 bölü 3, yəni 3. Mənfi kökü götürmürük, cavab 3 olacaq. Üzr sayın, burada bayaq çaşıb elə 5'in özünü yazmışdım. Bir də burada plus yazmışdım. Ona görə sual bu qədər uzandı. İfadənin qiymətini hesablayın deyir. Gəlin bunun kvadratı yüksəldək. 4 kökdə 3 nə deməkdir? 4 kökdə 3 bizə verir 16 vur 3'ü. Yəni kökdə 48. Onda olur nə? 4 kökdə 3'ün kvadratı eləyir 48 üstə gəlsin 16 kökdə 3 üstə gəlsin 4 çıxılsın 16 kökdə 3. 16 kökdə 3'lər gedəndə qalır 48 üstə gəl 4 yəni 52. Hündürlüyü 2 olan düzbucaqlı paralelipedin həcmi bu düsturla çoxadlı ifadə olunub. Bu paralelipedin oturacağının eni verilib. Tam səthin sahəsi ilə ifadə edən çoxadlı müəyyən edin. Bu çox maraqlı bir sualdır uşaqlar. Baxın, biz nəyə fikir verməmiz lazımdır? Deməli yazacağım ki, düz bucaqlı paralelipeddir, elə deyil. Əvvəl şəklini çəkək. Bu formada olacaq. İndi deyir ki, hündürlüyü 2'dir, bura 2'dir. Həcmi v x bərabərdir 2x kubu minus 54. Bu da nə deməkdir? 2'ni çıxardanda x kubu minus 27 qalır. Bu da 2 vurulsun x minus 3 x kvadratı plus 6x plus 3x plus 9 deməkdir. İndi burada hündürlüyü 2, buranı veribdi x minus 3. Onda burada olacaq nə? X kvadrat üstə gəlir 2x plus 9. Çünki bax bu 3'ünün hasili mənə zaten həcmi verir. İndi mənə deyir ki, tam səthin sahəsini ifadə edən çoxadlını müəyyən edin. Tam səthin sahəsini bizdən istəyirsə, tam səthin S tam nəyə bərabərdir? 2A kvadrat, 2AB üstə gəlsin 2BC üstə gəlsin 2CA formasında hesablayacağım. Tam səthi deyəndə. Bu da bərabərdir nəyə? 2 vurulsun A-mıza 2 desək, B-mizə x minus 3 deyək. Üstə gəlsin 2 vurulsun B-miz x minus 3'dür. O birisi də x kvadrat üstə gəlir 3x plus 9'dur. Üstə gəlir 2 vurulsun 2 vurulsun A x kvadrat üstə gəlir 3x plus 9. Vurub açanda eləyəcək 4 x minus 12 üstə gəl. Bu bizə verəcək elə həcmin üstünü. Yəni nə? 2x kubu minus 54'dür. Üstə gəl. Burada verəcək bizə 4x kvadratı. Üstə gəlinsin x 4 12 x üstə gəlsin 36'nı. Yazıram 2x kubu. Üstə gəl 4x kvadratı. Sonra burada var 4x var. Burada var 12x. Cəmi elədi 16x. Mənfi 12, mənfi 54, 66 eləyir. Üstünə də 36 gələndə olur üstə mənfi 30. Və salam uşaqlar, bu şəkildə cavabı almış oluruq. Keçək, n parametrin hansı qiymətində nöqtəsi çevrəyə aid olar deyir. Çevrəyə aid ola bilməsi üçün nə edəcək? Birincisi, gəlin yazaq bu hissədən. Deməli yazaram ki, x kvadrat üstə gəl y kvadrat minus 4nx çıx 6ny üstə gəl 13n kvadrat bərabər 25. Burada bu ikisi mənə nəyi verir? X kvadratı çıx 4nx üstə gəl bunun nəyə eksikdir bir dənə? Bunun bir dənə 2n eksikdir. Daha doğrusu 4n kvadrat eksikdir. Çıx 4n kvadrat. Üstə gəl y kvadrat çıx 6ny üstə gəl 9n kvadratı üstə çıx 9n kvadrat. Üstə gəl 13n kvadrat bərabər 25'ə. Bu üçü mənə verir x minus 2n mörtəzə kvadrat. Digəri mənə verir 3y minus 3n mörtəzə kvadrat. Burada 9n kvadrat 4n kvadratı müsbət 13 ilə gedir. Geridə qalır 25.
Burada nə görürük uşaqlar? Çevrənin radiusu 5-dir və mərkəz nöqtələri 2n-dən 3n-dir. Onda A nöqtəsi 2n plus 3, 3n plus 3 bütün qiymətlərini də ödəyəcək. Çünki gətirib bax 2n plus 3 minus 2n-i qoyanda bunlar gedir 3 qalır. Burada da 3n minus 4 üstə çıxı 3n-i qoyanda 3n-lər gedir 4 qalır. Və bulan kvadratları cəmi bizə həmişə 25 verəcək. Deməli, burada deyirik ki, n-in istənilən qiymətində ödənilir. Vəssalam. 21-ci suala baxaq. Burada nə edəcəm? Belə bir xətt çəkərəm və deyərəm ki, mənə nə deyir? Deyir ki, CD 5-dir, AD 75-dir. BAD bucağı 90-dır, SDB bucağı 90-dır. BC bərabərdir 2 dənə AB-yə. Yəni, bura x-dır, bura 2x-dır. Onda yazaram ki, bu orta xətt nədir? Bu orta xətt, baxın, buranı silək. Bu orta xətt üçün nəyi deyə bilərəm? Deyirəm, kökdə 73-ün kvadratı üstəgəl x-in kvadratı bərabərdir 5-in kvadratı üstəgəl 2x-in kvadratına. Çünki bunlar hamısı ortada eyni nöqtəni verəcək. Hər ikisinin hipotenusu. Bu da eləyir 73 üstəgəl x kvadratı bərabərdir 25 üstəgəl 4x kvadrat. Bu da eləyəcək 3x kvadratı bərabərdir 73 çıx 25-ə. 3x kvadratı bərabərdir 48-ə. X kvadrat bərabərdir 16, x də bərabərdir 6-ya. A, B-ni istəyir 6. Keçirik 22-yə. AB çevrədə AC mərkəzi O nöqtəsində olan çevrəyə toxunanlardır. D-dan C-yə kimi olan məsafə 12-dir. Onda bura 6-dır, burada 6-dır. Burada toxunanla şey arasında yapacaq 90-dır. Daha sonra buradan belə bir xətt çəksəm, burada 90 olacaq. Mənə deyir ki, B, A, C 60-dır. Bura 60-dır, bura 120 orunda. İndi bura 120 onda burada 60 olur. 6 buradırsa, bu da 60 olacaq. BD vətənin uzunluğu da yenə 6-ya bərabər olacaq. Vəssalam. ABC üçbucağında BC 10-dur. Bura 90 deyir. Perpendikulyardır. Onda o 90 qabağında 10, 30-un qabağında 5-dir. 60 bura düşəcək. 60-ın qabağında 5 kökdə 3-dür. Onda indi bura 30-dur, bura 90-dır. 30-un qabağında 5-dirsə, 90 qabağında 10-dur. Burada olacaq 5 kökdə 3. Üçbucağın sayəsini tapmaq üçün hündürlüyü vuracam oturacağa, böləcəm 2-yə. Eləyəcək 25 kökdə 3. Keçək 24-cü suala. 3 eyni ölçülü düzbucaqlı formasının çərçivənin birləşməsindən ibarət üçlü çərçivənin uzunluğu 76-dır. Hər bir düzbucaqlı çərçivənin uzunluğu n-dən 8 cm çoxdur. Yəni, bura x-dır, bura x plus 8-dir. Bura x-dır, bura x plus 8-dir. Bura x plus 8-dir. Yazacağım onda 3x üstə gəl 16 bərabərdir 76-ya. 3x bərabərdir 60-a, x də bərabərdir 20-yə. Ümumi sahəsini istəyirsə, bura 20-dir, bura 28-dir. 20-ni 28-ə vuracam, bir də vuracam 3-ə. Niyə? Çünki bundan 3 dənədir. 20-ni o 3-ə vuranda 60 vur 28. Vəssalam. İndi 60-ı da vursaq 28-ə cavab eləyir 1680. Və sonuncusu, cədvəldə deyir, idmançıların boyu kateqoriyalarına görə sayıları verilmişdir. İdman yarışlarında iştirak etmək üçün təsadüfən seçilmiş 2 idmançının birincinin boyu 170-dən böyük oğlan, ikincinin boyu 170-dən kiçik qız olması hadisəsinin ehtimalını bizdən istəyir. Baxın uşaqlar, oğlanların sayı nə qədərdir? 3y, cəmi 20, 15, 35 uşaq var. 35 uşaqdan nə istəyir? Birinci nə olsun deyir. İdman yarışında iştirak edən bütün təsadüfi seçilmiş 2 idmançılardan birincinin boyu 170-dən böyük oğlan olsun. Birinci burada tənlik quracağım. Tənliyim nədir? Tənlik deyəcəm ki, 3y üstə gəl 2x bərabərdir 20. 4y üstə gəl x bərabərdir 15. Burada sistem tənlik qursam, aşağını 2-yə vuraram. Alınacaq 3y üstə gəl 2x bərabərdir 20-yə. 8y üstə gəl 2x bərabərdir 30-a. Tərəf-tərəfə çıxaq. 5y bərabərdir 10-a, y bərabərdir 2-yə. Y 2 olanda bura 6 eləyir. Y 2 olanda 8 üstə gəl x bərabərdir 15-ə, x də bərabərdir 7-yə. X də 7 olacaq. Bura 7, bura 14. Burada olacaq onda
8. İndi məndən nə istəyir? Deyir ki, bax, təsadüfən deyir, nəyi seç? İdman yarışına iştirak etmək üçün təsadüfən seçilmiş iki idmançılardan birinin boyu 170-dən, bax, mən 2 dənəsi lazımdır. Neçə adam var? 35. 35-dən ikisi lazımdır. Hansı olsun? Biri deyir, birinin boyu 170-dən böyük oğlan olsun. 170-dən böyük oğlanların sayı 8-dir. 8-dən 1. O birisi deyir, şey olsun, nə olsun? İkinci isə 170-dən kiçik qız olsun. 170-dən kiçik qızlar nə qədərdir? Bəs 14-dən 14-də 1. Və sam yazdım 8 üstə 14. Daha doğrusu seçməsi ortada vurma olacaq. 8 vur 14, aşağıda da 35 faktor böl 2 faktor və onların fərqi. Burada məxrəci açaram. 8 vur 14 bölünsün 35, 34, 33 faktor bölünsün 33 faktor və vur 2. Bundan bu gedir, bundan bu gedir 17 qalır. 35 ilə 14 7-yə bölünəndə burada 2 qalacaq, burada 2 qalacaq, burada 5 qalacaq. 2 cavab deyiləcək 16 bölünsün 5, 3 ya da 85, 85-də 16. Və salam. Belə uşaqlar. Yəqin ki, aydın olmayan bir şey qalmadı. Əgər nəsə aydın olmasa, mənə yazmağı unutmayın.